Hazırda ali təhsildə keyfiyyət üzrə beynəlxalq konfransının və beynəlxalq müəllim hazırlığı konfransının açılış mərasimindəyik. Türkiyənin Ali Təhsilin Keyfiyyət Şurası, Azərbaycan Təhsildə Keyfiyyət Təminat Agentliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyənin Sakarya ilə Çankaya Universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən konfranslar bugün öz işinə başlayır. Böyle güzide bir konferansları Azerbaycan can kardeşimiz, iki devlet tek millet olarak kabul ettiğimiz can kardeşlerimizin memleketinde böyle bir konferansları düzenlediğimiz için gurur duyuyoruz. Çok teşekkür ederim. Pedagojik Üniversitetler Təşkilat Qrupu adına hər birinizi salamlayıram. Konferans uğurları arzulayıram. 2 gün müddətində davam edəcək bu konfranslarda ali təhsilin keyfiyyət təminatı, akreditasiya, tədris və öyrənmə prosesləri, tələbə yönümlü təhsil və rəqəmsal transformasiya kimi bir neçə məsələ öz əksini tapacaqdır. Bugün ali təhsildə keyfiyyətin yüksəldilməsi qlobal müzakirələrin əsas mövzularından biridir. Cəmiyyətin dinamik inkişafı, əmək bazarının yeni tələbləri və texnologiyaların sürətli transformasiyası ali təhsil müəssisəsindən daha çevik, daha dayanıqlı, daha innovativ yanaşmalar tələb edir. Yüksek öğretimde kalite artık sadece raporlar ve standartlarla sınırlı bir alan olmaktan çıkmıştır. Azerbaycan Devlet Pedagoji Üniversitesi'nde bulunmaktan dolayı duyduğum mutluluğu ifade ederek sözlerime başlıyorum. Hepinizi saygı ve muhabbetle selamlıyorum. Başta rektör olmak üzere tüm değerli bilim insanlarına teşekkür ediyoruz. Hayırlı bir konferans olmasını dileyerek ben burada konuşmama son veriyorum. Biraz sonra tekrar keynote speaker'da uzun bir süre birlikte olacağız. Sayın Rektörümüzün de söylediği gibi təhsil keyfiyyət təminatı kontekstindən danışdıqda bu bir mədəniyyətdir. Sözün həqiqi mənasında bu mədəniyyətə xidmət etmək eyni zamanda bu bizim bir missiyamızdır, bir görevimizdir, bir öhdəliyimizdir. Eyni zamanda deyərdim ki, imtiyazımızdır. Amma sözsüz ki, bu təkcə sözlər deyil, könlüdə eyni zamanda əməldə və fəaliyyətdə olmalıdır. Konfranslarda təxmini 200 xarici iştirakçının iştirakı gözlənilir. Ayrı-ayrı bölmələrdə təxminən 70 bölmə olacaq. Bu gün ikinci yarısı və sabah bu bölmələrdə ali təhsildə keyfiyyət və müəllim hazırlığının müasir çağırışları müzakirə olunacaq. Bilirsiniz ki, ölkəmiz 2030 strategiyasına uyğun olaraq milli prioritetləri və təhsil strategiyasını dəyərləndirir. Müəllim hazırlığında yeni trendlər, xüsusilə rəqəmsallaşmanın, texnologiyanın, əmək bazarının tələbinin sürətlə dəyişdiyi şəraitdə nələr olmalıdır sualını təbii ki, bizim özümüz üçün müəyyən cavablar var, amma yerli və xarici mütəxəssislərlə birlikdə məsləhətləşmək, güman edirəm ki, müəllim hazırlığı və ali təhsilin keyfiyyətinin artırılması istiqamətində qarşımıza çıxan sualları cavablandırmaq baxımından çox vacib olacaq. Biliyorsunuz globalleşen dünyada tanınırlık, görünürlük ve denklik açısından en önemli kavram kurumsal akreditasyon ve program akreditasyon. Türkiye bir Yükseköğretim Kalite Kurulu olarak ENKOA üyesiyiz. Bizim amacımız güçlerimizi birleştirerek global dünyada hem Azerbaycan üniversitelerinin hem Türk üniversitelerinin daha güçlü olarak seslerini duyurmalarını sağlamaktır. Artıq konfransların rəsmi açılış mərasimi yekunlaşmışdır. Konferans bundan sonra öz işini bölmə iclasları ilə davam etdirəcəkdir.